Uğur təsadüf deyil, hazırlığın nəticəsidir. Hazırlıq müəllimin işinin əvvəlcədən planlaşdırmasıdır. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu gün biz bu videoda düzgün şəkildə dərslərimizi necə planlaşdırmalıyıq? Buna toxunacağıq. Bu gün biz planlaşdırmanın komponentlərindən yaxından tanış olacağıq. Vaxt itirmədən keçirəm dərsimizə. Planlaşdırma. Ümumiyyətlə biz şəxsi həyatımıza da dönüb baxsamız, planlaşdırdığımız işlərdə nəticə görürük. Yəni hədəfi müəyyənləşdirib oradan bir nəticə əldə edirik. Plansız bir iş payızdakı yarpaq kimidir. Külək hara istəsə aparar. Buna görə də müəllim işini düzgün şəkildə planlaşdırmalı və bu planlaşdırmanın nəticəsi istiqamətində addımlamalıdır. Müasir və sonuncu metodik çərçivəyə əsasən MİQ və sertifikasiya imtahanlarında illik planlaşdırma çıxıb, sadəcə gündəlik planlaşdırmadır. Təbii ki, hansısa videomuzda illik planlaşdırma haqqında bəlkə də gələcəkdə danışaram. Amma bugün biz gündəlik planlaşdırmadan danışacağıq. Buna baxmayaraq, mən istərdim illik planlaşdırmaya da qısa nəzər salaq. İllik planlaşdırma haqqında ümumi məlumatımız olsun ki, hazırda reallıq onu göstərir ki, illik planlaşdırmada düzgün şəkildə aparılmır. Ümumiyyətlə, məktəblərdə planlaşdırmanın iki növü var. İllik və gündəlik planlaşdırma. İllik planlaşdırmaya perspektiv, gündəlik planlaşdırma isə cari planlaşdırma deyirik. İllik planlaşdırmanın adı üstündədir. Bir il ərzində görüləcək işləri əhatə edir. Səhv hazırda oradadır ki, illik planlaşdırma ilin əvvəlindən yazılır, məktəb rəhbərliyi tərəfindən təsdiqlənilir və sanki illik planlaşdırmada səhv eləmək olmaz. Məsələn, aprel ayının 5-i müdür və müdür yardımcısı dərsə mi girir, dərs dinləməyə mi girir? Baxırlar, illik planlaşdırmada, məsələn, şərti olaraq deyirəm, baxılır ki, burada kimyadan hidrogen oksid deyə bir mövzu var, bu keçirilməlidir. Amma müəllim gündəlik planlaşdırmada tamam başqa bir şey danışır. Bunu müəllimlərə irad tutulur və müəllimlərin sanki planlaşdırmanın səhv apardığı fikri formalaşır. Bu yanlış yanaşmadır. Çünki illik planlaşdırmada dəyişkənlik eləyə bilərik. Bu mümkün olan bir şeydir. İllik planlaşdırmada dəyişkənlik eləməsi qorxulu bir vəziyyət deyil, nə də absurd bir hal deyil. Biz illik planlaşdırmanı dəyişə bilərik. İl ərzində dərslər keçdikcə fərqlilik yarana bilər. Bu qaçınılmaz haldır. Gündəlik planlaşdırma isə adı üzərində bir dərsin planlaşdırılmasıdır. Və illik və gündəlik planlaşdırmanın hər ikisi məktəb rəhbərliyi tərəfindən necə tələb olunursa, o şəkildə yazılmalıdır. Nə baxımdan rəhbərlik tərəfindən necə tələb olunursa, yəni tutaq ki, məktəb rəhbərliyi hər kəsdən eyni formada tələb edir. Bu müəssisədən müəssisəyə dəyişə bilər. Şərti olaraq deyirəm, 160 nömrəli məktəbdə əl yazısından tələb olunduğu halda, 206 nömrəli məktəbdə isə gündəlik planlaşdırma dəftərlərinin üzərində işlənilməsi tələb oluna bilər. Bunu da unutmayaq. Ümumiyyətlə planlaşdırırıq. Biz işimizi niyə planlaşdırırıq? Bir nəticə əldə etmək üçün. İlin sonunda şagirdlərin çatacağı nəticələr bizə nazirlik tərəfindən gəlir, amma gündəlik planlaşdırmanı müəllimlər özləri qeyd edir. Düzdür, müəllimlər özləri alt standart əsasən müəyyənləşdirir. İlin sonunda çatacağım nəticəyə, hansı yollarla çatacağım müəllimin öz səriştəliyinə qalıbdır. Hüquq vəzifələri keçəndə də biz bilirik ki, öyrənirik ki, müəllimin işinin metodikasına, hansı üsulla, hansı forma ilə keçməsinə qarışmaq heç kəsin haqqı deyil. Gündəlik planlaşdırma, istəyir illik planlaşdırma nə nəzərdə tutur? Buna müasir yanaşma olaraq nəticədən planlama və yaxud da gündəlik planlama deyilir. Niyə? Çünki bizim bir hədəfimiz var. Biz bu hədəfə çatmalıyıq. Əvvəlcə nəticəni müəyyən edirik ki, sonda bu nəticəyə çatmalıyam. Bu nəticəyə çatmaq üçün sonra da geriyə dönüb başlayırıq plan qurmağa. Yəni, bu şəkildə yanaşa bilərik. Tutaq ki, biz evdən çıxırıq, evdən çıxıb hansısa bir obyektə getməliyik. Biz nə edirik? Tutaq ki, taksi sifariş edirik. Taksi sifariş edəndə də olduğumuz ünvanı, bir də çatacağımız ünvanı işarələyirik. Yəni, sonda çatacağım bu təlim nəticəsini mən əvvəldən bilirəm. Buradakı da təlim nəticəsidir. Yəni, bu təlim nəticəsinə mən gedib çatmalıyam. Bu təlim nəticəsi məndə əvvəlcədən mövcuddur. Mən görəcəyim işi, şagirdi qiymətləndirəcəyim hər şey təlim nəticəsinə əsasən müəyyənləşməlidir. Təlim nəticəmə gedib sonda çatacamsa, bu təlim nəticəsinə çatmaq üçün şagirdləri necə qiymətləndirəcəyim, qiymətləndirmə,
və o təlim nəticəsinə çatmaq üçün şagirdləri hansı təlim üsulundan, hansı təlim formasından, hansı öyrənmə mühitindən, hansı təlim metodundan istifadə edəcəyim, sinifdə görəcəyimiz işlər fəaliyyətlərdir da, yəni bunlar öyrənmə fəaliyyəti adlanır. Bunların hər ikisi təlim nəticəsinə uyğun olmalıdır. İndi bunu irəliləyən dəqiqələrdə daha ətraflı şəkildə izah edəcəm. Amma biz baxaq görək, biz təlim nəticəsinə çatmaq istəyirik. Məsələn, bu tutaq ki, abituriyent hazırlayırsınız imtahana, MİQ hazırlığı, sertifikasiya hazırlığı fərqi yoxdur. Hazırlıq keçirsiniz, imtahanın bir vaxtı var. O imtahana kimi siz mövzuları bitirib bir də təkrar keçməlisiniz, düzdürmü? Görürsünüz, imtahana vaxt azaldıqca artıq bəzi dərslər həftədə 2 dəfə keçirildiyi halda artıq həftədə 3 dəfə keçirilir. Zaman baxımından çatdırmağa görə. Niyə? İşi planlaşdırırıq. Məsələn, mən sonda çatacağım təlim nəticəmə fokuslanmışam ki, mən ilin sonunda bu nəticəyə çatmalıyam. Bu nəticəyə çatmaq üçün mən şagirdləri necə qiymətləndirəcəm? Bunu nəzərə almalıyam və öyrənmə fəaliyyətini. Və mən çatacağım dərsin sonunda tutaq ki, gündəlik planlaşmadan danışırıqsa, təlim nəticəsi gündəlik planlaşdırma üçün dərsin sonunda şagirdlərin əldə edəcəyi bilik bacarıqlardır. Dərsin sonu deyirəm. Çünki bu gündəlik planlaşdırmadır, bir günə aiddir. Başa düşdükmü? Yəni illik planlaşdırma olsa, ilin sonunda şagirdlərin çatacağı bilik bacarıqlar. Bu dərsin sonunda şərti olaraq deyək, məsələn, şagirdlər sait və samitləri fərqləndirməlidir. Təlim nəticəm budur. Sait və samitləri fərqləndirir. Bu mənim bir təlim nəticəmdir. Mən dərsin sonunda buna çatacağam. Buna çatmaq üçün hansı qiymətləndirmə üsul vasitələrindən istifadə edəcəm? Bunu qiymətlənmə bölməsində daha ətraflı öyrənirik. Amma ümumi məlumatımız olmalıdır bizim planlaşdırma üçün də qiymətləndirmə haqqında. Mən hansı üsul vasitədən, yəni tutaq ki, sait samiti fərqləndirirəmsə, mən bir dənə mətn apararam. Hər kəsə fərqli mətnlər eləyərəm, kiçik bir mətn hər kəsə və rəhli qələmlər apararam. Şagirdlərə deyərəm ki, saitlərin altından qırmızı, samitlərin altından qara qələmlə xətt çəkin. Spontan olaraq bu dəqiqə ağlıma gələn bir şey dedim mən sizə. Yəni, mənim burada niyyətim nədir? Dərsin sonundakı o təlim nəticəsi ki var, kar və sait və samitlərin fərqlənməsi, mən görəcəyim qiymətlənməni də ona uyğun görürəm. Başa düşdükmü? Yəni, qiymətləndirmə üsulum nə oldu? Bir mətn. Başa düşdükmü? Qiymətləndirmə vasitəm nədir? O mətnin, o vərəqdir. Sonra, yəni, qiymətləndirməm də təlim nəticəmə uyğun olmalıdır. Daha mən bugün saitlərin və samitlərin növünü öyrətdiyim halda şagirdlərə səhifə 65-dəki sonor samitlərin çalışmanın içərisində seçilməsi mətnini işlədə bilmərəm. Qiymətləndirməm təlim nəticəmə xidmət eləməlidir. Öyrənmə fəaliyyəti sinifdə quracağım işlərdir. Məsələn, başqa bir qiymətləndirmədən istifadə edirəm ki, şagirdlər qarşılıqlı şəkildə bir-birinə hərəsi bir cümlə deyir və bu cümlədəki saitləri seçirlər. Bu da qiymətləndirmə üsuludur. Bunun vasitəsilə qiymətləndirəcəm. Yoldaş qiymətləndirməsindən istifadə edəcəm. Deməli, mən burada öyrənmə fəaliyyətlərimi müəyyənləşdirməliyəm. Təlim nəticəmi bildim, sait samitlərin fərqi, qiymətləndirmə, yoldaş qiymətlənməsindən istifadə edəcəm. Bunun üçün əvvəlcədən rubriklər hazırlayıb verirəm, yəni cədvəllər və bu cədvəllərdə şagirdlər yoldaşlarını qiymətləndirirlər. Və mən öyrənmə fəaliyyətimi bu həm qiymətlənməyə, həm təlim nəticəsinə uyğun müəyyənləşdirməliyəm. Yəni, buradan bu nəticəyə gələ bilirik ki, öyrənmə fəaliyyəti qiymətlənməyə də, öyrənmə fəaliyyəti təlim nəticəsinə də xidmət edir. Öyrənmə fəaliyyətini hansı təlim forması, hansı təlim üslubundan söhbət gedir? Məsələn, öyrənmə fəaliyyətində təlim forması cütlərindən iş, təlim üsulu, məsələn, qar topası adlı təlim üsulundan istifadə edəcəm. Deməli, biz buradan artıq bu nəticəyə gələ bilirik ki, bu ardıcıllığı əzbər şəkildə bilməliyik. Yəni, əzbər dediyim, təbii ki, kurikulumda, təbii ki, metodikada nəsə əzbərlənməlidir deyil. Yəni, təlim nəticəm birinci müəyyəndir ki, bu təlim nəticəsinə çatacam. Qiymətləndirməni təlim nəticəsinə uyğun müəyyənləşdirəcəm. Bayaqçı dediyim misalda olduğu kimi, sait və samitləri fərqləndirir. Fərqləndirdiyi sait samitləri hansı təlim üsulundan, hansı təlim formasından aparacağımsa öyrənmə fəaliyyətində aiddir. Yəni, öyrənmə fəaliyyətində təlim nəticələrinə uyğundur. Eyni zamanda öyrənmə fəaliyyətini elə seçməliyəm ki, mən onu qiymətləndirə bilim. Deməli, öyrənmə fəaliyyətində nə seçdik? Cütlərindən iş və qar topası üsulu. Bu da qiymətləndirməyə uyğundur. Çünki yoldaş qiymətlənməsindən istifadə edəcəm. Spontan olaraq ağlıma gələn bir misal çəkdim. Yəni, biz buna görə
geriyə planlama və yaxud da nəticədən planlama deyirik. Çünki təkrar deyirəm, bir daha nəzər salaq. Baxın, burada mən əvvəlcədən təlim nəticəmi bilirəm bu nəticəyə çatacam və geriyə başlayıram planlamağa. Deyirəm ki, hə, bu təlim nəticəsinə çatmaq üçün necə qiymətləndirəcəm, öyrənmə fəaliyyətimi necə quracam. Buna görə təlim nəticəsi, qiymətlənmə və öyrənmə fəaliyyəti gündəlik planlaşdırmada əsas diqqət olunmalı 3 əsas məsələdir. Geriyə planlama aparmaq üçün, nəticədən planlama aparmaq üçün birinci təlim nəticəsini müəyyənləşdirməliyəm, sonra qiymətləndirmə təlim nəticəsinə uyğun olmalıdır, daha sonra öyrənmə fəaliyyətinə. Öyrənmə fəaliyyəti həm qiymətlənməyə, həm təlim nəticəsinə xidmət etməlidir deyə bilərik. 3 əsas mərhələ nə idi? Birinci, mən son nəticəmi müəyyənləşdirəcəm. İkinci, necə sübut eləyəcəm? Nə ilə sübut eləyə bilərəm ki, şagird bu təlim nəticəsinə çatıb-çatmayıb? Nə ilə ölçəcəm? Qiymətləndirmə ilə. Daha sonra isə mən öyrənmə fəaliyyətini düzgün şəkildə quracam. Gündəlik planlaşdırma üçün diqqət yetirməli olduğumuz, yəni gündəlik planlaşdırmada öz əksini tapan 6 əsas nüanslar. Birinci, müəllimlər alt standartlardır. Alt standartlar şagirdlərin bilik bacarığına qoyulan dövlətin tələbidir ki, şagirdlər bu bilik bacarıqlara yiyələnsin. Birinci, biz bunu müəyyənləşdirməliyik. Daha sonra mövzunu. Burada mövzunun üzərində dayanmaq istəyirəm. Aradan mikrofona baxmaq səbəbim odur ki, zahiratkası bitər birdən, onda səsim gəlmir. Ki, dəfələrlə bu hal yaşanıbdır. Nəysə, dərsimizə qayıdacaq olsamız, gündəlik planlaşdırdığımız biz bir işdə birinci alt standartını müəyyənləşdiririk, sonra mövzunu. Dediyim kimi, mövzunun üzərində dayanmaq istəyirəm. Çünki mövzu müəllimə köməkçi bir vasitədir. Mən mütləq şəkildə məktəbdə, kitabda verilmiş o dərsi keçmək məcburiyyətində deyiləm. Məsələn, bayaqçı təlim nəticəmə dönəcək olsam, Sait və Samitləri fərqləndirir. Sizə belə bir sual verim mən. Bir dənə, bu sualı düşünək. Mən şagirdlərə Sait və Samitlərin fərqini öyrətməliyəm. Səhifə 62-də Nizaminin Nəsihətləri adlı bir hekayə var. Əlavə olaraq orada tülkünün təmsili var. Əlavə olaraq sinifdə hansı şagirdim şeir yazıb, bu var əlimdə. Mənim təlim nəticəm şagirdlərdə Sait və Samiti fərqləndirməkdirsə, fərqi varmı ki, mən hansı mətndən istifadə eləyəcəm? Yox. Deməli, kitabda verilən o çalışmaların, o mətnlərin hamısının işlənməsi məcbur deyil. Amma müəllimlərimiz sırf bir kitabdan tutub dururuq və mütləq şəkildə o kitabdakı hər şey keçirilməlidir, hər şey öyrənilməlidir. Xeyr, oradakı təlim nəticələri reallaşmalıdır. Mövzu, keçirilən dərsin adı bizim üçün sadəcə bir vasitədir, bizə kömək eləyən bir nüansdır o mövzu. Deməli, mən birinci alt standartları müəyyənləşdirdim. Alt standartı müəyyənləşdirəndən sonra mövzunun adını qeyd eləyirəm. Yəni, hansı mövzudan işlədəcəm? Bəlkə mən bayaq dediyim kimi, sinifdə hansısa şagirdim bir dənə məqalə yazıbdır, bir dənə şeir yazıbdır. Yoldaşımızın yazdığı bu şeirdə gəlin sait səsləri tapaq. Və yaxud da hər kəs özündən bir cümlə desin. Bu cümlələri yazaq, başlayaq bu cümlələrdəki sait səsləri tapaq. Deməli, mövzu bizə sadəcə köməkçi bir vəsaitdir. Sonra dərsin təlim nəticələri qeyd olunur. Dərsin məqsədi, yəni. Bu dərs keçmə məqsədimiz nədir? Bu təlim nəticələri. Burada bir nüansı sizə qeyd eləmək istəyirəm. Əvvəlcə alt standartlar yazılırdı. Bu alt standartdan təlim nəticəsi çıxarılırdı. Artıq buna ehtiyac yoxdur. Artıq alt standartın özünü təlim nəticəsi kimi götürə bilirik. Yəni, alt standartı burada qeyd edirik, onu biz təlim nəticəsi kimi götürə bilirik. Necə götürməliyik? Nəyə diqqət etməliyik? İrəliləyən dəqiqələrdə bunu daha ətraflı şəkildə izah edəcəm. Daha sonra qiymətlənmə. Yəni, qiymətlənmədə bayaq dediyim kimi, mən şagirdi hansı üsulla qiymətləndirəcəm? Adətən dərs dinləmələrdə belə bir hal yaşayırıq ki, müəllimlərdən soruşuruq ki, dərsin sonunda, şagirdlər sizcə necə öyrəndi? Hər şey dedim, mən hər şeyi öyrətdim və s. yanaşmasında olurlar. Bunu nəyə əsasən bilməliyik biz? Müəllim sual verməlidir, şagird cavab verməlidir. Müəllim test işlətməlidir, şagird test işləməlidir. Yəni, hansı qiymətləndirməklə şagirdin nə öyrəndiyinin dəlili, sübutu qiymətləndirmədir. Qiymətləndirmə dərsin sonunda aparılmır. Qiymətləndirmə dərs boyu aparıla bilər. Əvvəlki yanaşmalar var idi ki, qiymətlənmə dərsin sonunda bu tamamilə yanlış yanaşmadır. Qiymətlənmə dərs boyu aparıla bilən bir prosesdir. Yəni, qiymətləndirməni hansı üsulla, hansı vasitə ilə aparacam, hansı meyarla qiymətləndirəcəm şagirdləri.
Birazdan dediyim kimi bunu daha ətraflı şəkildə izah edəcəm. Öyrənmə fəaliyyətləri, yəni bayaq dediyim kimi hansı üsuldan, hansı metoddan istifadə edəcəm, onları qeyd edirəm və resurslar. Resurs məsələn öyrənmə fəaliyyəti bayaq nə dedik? Yoldaş qiymətlənməsidir. Burada resurs şagirdin istifadə edəcəyi əşyalardır. Yoldaş qiymətləndirməsindən istifadə edirəmsə, öyrənmə fəaliyyətim qartopasla cütlərlə işi idi. Resursum isə burada yoldaş qiymətləndirmə rubrik cədvəlləri olacaq. Yəni şagirdin istifadə etdiyi əşyalar olacaq. Nə bilim, başqa bir üsuldan istifadə edirsinizsə, karsel üsulundan istifadə edirsinizsə, resurslarınız rəhli qələmlər, vatman kağızı və s. ola bilər. Gündəlik planlaşdırmada bunlar öz əksini tapmalıdır. Problem buradadır ki, müəllimlər təlim nəticəsi yazanda bəzi səhvlər eləyirlər, hazırda da eləməyə davam eləyirlər. Mən bu videonu açıq şəkildə paylaşma məqsədim budur ki, heç olmasa damlanın da gölə xeyri var, bir misal var. Heç olmasa müəllimlərimizdən bəziləri bu videoya baxar və yavaş-yavaş bu planlaşdırmanı məcburiyyət imiş kimi düşünməzlər. Çünki belə bir real hal var ki, müəllimlər o planlaşdırma yazmağı yersiz görürlər. Sadəcə hər dəfə biz bu planlaşdırmanı yazmalıyıq, özlərinə əlavə yük hesab edirlər. Amma müəllimlər, bu yanaşma doğru bir yanaşma deyil. Yadımızda saxlamalıyıq ki, yəni biz işimizi planlaşdırırıq, sonda nəticə əldə etmək üçün. Belə bir söz var, ölç, biç, sonra kəs. Tədbirli olanın planı olar müəllimlər. Tədbirli müəllim planlı müəllimdir. Yəni müasir yanaşmada da müəllim proaktiv olmalıdır. İşini əvvəlcədən planlamalıdır. O plan alınmazsa B variantı olmalıdır. Dərs dinləməyə girən müəllimlər girirlər. Bu müəllimlər birinci bilməli ki, dərs dinləməyə girənlər müəllimlərə qüsur tutmaq üçün girmirlər dərsə. Və bunu müəllimə bildirməlidirlər ki, baxaq, bir problem varsa bir yerdə bu problemi həll eləyək ki, növbəti dərslərdə eləməyəsiniz. Müəllimin amma planı olmadıqda, işini əvvəlcədən planlamışsa, hansı təlim üsulundan istifadə edəcək, hansı təlim metodundan keçəcək. Bunu müəllim planlaşdırmayanda qapını açıb kimsə onun dərsinə girəndə müəllim elə bir həyəcan götürür ki, tutaq ki, ikinci dərsinə giriblər müəllimin bugün 6 dərsi var. Müəllim elə bir həyəcan götürür ki, nə istədiyi şəkildə sinfi idarə edə, dərsini idarə edib dərsini keçə bilmir. Nə də bundan sonraki o 4 dərsi də müəllimin getdi. Həyəcandan artıq o digər dərslərə də yansıyır. Buna görə də dərs dinləməyə girənlər, müəllimin gəlib sənədini yoxlamağa girənlər, burada müəllimdə aşıbqa deyilir da rus dilində. Yəni müəllimdə səhv axtarmağa girmirlər. Müəllimin səhvini, iradını tutmağa girilməməlidir. Bunun fərqində olmalıdır. Buna görə məktəb rəhbərlərinin üstünə çox böyük məsuliyyət düşür ki, müəllimlərə irad tutulmağa girilməməlidir o sinfə. Müəllimin bir səhvi varsa, o səhv aradan qaldırılmalı, düzgün yol, düzgün istiqamət göstərilməlidir. Bu şəkildə əgər olsa, müəllimlərin fəaliyyətində inqilabi bir dəyişkənlik olar deyə düşünürəm. Müəllimlər dərsin təlim nəticəsini müəyyənləşdirəndə etdikləri səhvlər var. Biz planlarımızı ona görə qururuq ki, yəni gündəlik planımızı ona görə qururuq ki, müəllimlər, işimizi planla apara bilək. Əgər bizim məqsədsiz bir planımız olsa, sadəcə arzudur. Məqsədsiz plan sadəcə arzudur. Reallaşmaya da bilər o. O bəxtə şahbaz dedikləri bir nüansdır yəni. Müəllimlər, dərsin təlim nəticəsi zamanı müəllimlərin elədiyi səhvlərdən biri müəllim mərkəzli yanaşmadır. Müəllim mərkəzli yanaşma nədir? Müəllim sinfə girəndə düşünür ki, mən nə keçəcəm? Bu yanlış yanaşmadır. Müəllim sinfə girəndə mən nə keçəcəm yanaşmasında olmamalıdır. Müəllim sinfə girəndə şagirdlər nə öyrənəcək yanaşmasında olmalıdır. Yəni testlərdə sizin qarşınıza çıxa bilər ki, tutaq ki, Sait və Samitin fərqini öyrədir. Öyrədən kimdir? Müəllim. Deməli, bu təlim nəticəsi yanlışdır. Belə olmamalıdır. Sait və Samitləri fərqləndirir. Bunu edən şagirddir. Şagirdə yönəlik olmalıdır təlim nəticələri. Müəllim mərkəzli deyil, şagirdə yönəlik olmalıdır. Çox mürəkkəb yazılması. Niyə mürəkkəb yazaq ki? Təlim nəticəsini biz mürəkkəb yazmaqla nəsə əldə eləmirik. Sadəcə Sait və Samitləri fərqləndirir. Bax, çox asan bir təlim nəticəsidir. Əsas olan nədir? Burada verilən bacarığı şagirdlərdə formalaşdırmaq. Çünki, tutaq ki, bir dərs üçün müəllim yazır 4 dənə təlim nəticəsi, 5 dənə təlim nəticəsi. Gəlin reallığa baxaq. Bir sinifdə ortalama 25 uşaq varsa, bu 25 uşaqdan Sait Samiti fərqləndirməyə 45 dəqiqədə bütün şagirdlərdə formalaşdırdıq bir təlim nəticəsi. Maksimum ikinci, ən maksimum 3 dənə təlim nəticəsini biz 45 dəqiqədə reallaşdıra bilərik. Burada 45 dəqiqə dedikdə nə nəzərdə tutduğumu vurğulayacağım. Amma biz
qəliz yazsamız və yaxud da həddən artıq sayda 5-dən çox təlim nəticəsi yazan müəllimlər var. Ay müəllimlər, bu təlim nəticəsi hərəsi bir bacarıqdır da, şagirdləri formalaşdırmalı olan bilik bacarıqlardır. 1:45 dəqiqədə sinifdə ortalama 20-25 uşağın hamısına bu bacarıqları formalaşdırırsınızmı? Mümkündürmü? Mümkün olan bir şeydirmi? Təbii ki, deyil. Buna görə mənim məsləhətim 1-2, amma belə deyək ki, icazə verilir ki, 3 dənə də təlim nəticəsi bəzi dərslərdə yazıla bilər. 3-dən artıq sayda təlim nəticəsinin yazılması yanlışdır. Çünki bu real olmayan bir şeydir. Buna diqqət yetirmək lazımdır. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Bəzi müəllimlər bunu yanlış hesab eləyirlər. Frenkov adında bir tədqiqatçı var ki, müasir dərsləri dinləyib buna əsasən belə bir fikir səsləndirir ki, hətta təlim nəticəsini mütləq şəkildə müəllim şagirdlərin dəftərinə yazdırsın, müəllim lövhəyə yazsın. Bəzi xarici filmlərdə belə bir səhnə görürük ki, məşrəf filmlərində müəllimlər həmişə lövhənin ən yuxarı hissəsindən dərsin təlim nəticəsini yazırlar. Bu dərsin sonunda çatmalı olduğumuz təlim nəticələri bunlardır deyə. Bu əslində çox yaxşı yanaşmadır, çox düzgün yanaşmadır. Çünki şagird hansı hədəfə doğru getdiyini göz önündə görür. Müəllim təlim nəticəsini şagirdlərə bildirmirsə, şuurlu şəkildə öyrənmə baş vermir. Biz bu gün nə bacardıq, biz bu gün nə öyrəndik? Bu şagirddə formalaşmır. Buna görə də müəllim mütləq şəkildə təlim nəticəsini şagirdlərin nəzərinə çatdırmalıdır. Və yanlış yazılan feillər. Yanlış yazılan feillər nədir? Bayaq dedik ki, sait və samitləri fərqləndirir, düzdürmü? Bax, burada fərqləndirir. Biz artıq Bloom taksonomiyasından bilirik ki, bu 2-ci səviyyədədir. Yox, narahat olmayın. Deyə bilərsiniz ki, biz taksonomiya müəllimiyik, biz taksonomiya əzbərləməyə məcburuq. Xeyr, deyilsiniz. Onun feillərini, nə bilim, şüşə altında məktəbdə stollar, şüşə qoyulur, onun altına bir vərəqə yazıb qoya bilərsiniz, əlinizdə bir vəsait kimi saxlaya bilərsiniz və s. və s. Əsas olan yazdığın cümlənin ölçülə bilməsidir. Əgər biz şagirdlərə, tutaq ki, oxuya bilir, görür, eşidir, bu tipli feillərlə bitirsə cümlə, biz bunu ölçə bilmərik, qiymətləndirə bilmərik. Hansı dərəcədə bilir? Və reallıq budur ki, ölkədə bu dəqiqə 60-70% müəllim gündəlik yazır ki, dərsi mənimsəyib, dərsi yaxşı mənimsəyib, dərsi qismən mənimsəyib. Bu çox gülməli haldır. Çünki dərsi qismən mənimsəyib deyəndə nəyə nəzərdə tutursan? Və yaxud da müəllim yazır, dərsi mənimsəyib, valideyn ay Allah, görən nətər mənimsəyib. Avtomatik qatif müəllimi yığır. Yəni əslində bu kurikulumda, metodikada verilən hər şeyi biz düzgün şəkildə yerinə yetirsəmiz, bu bizim işimizə köməkdir. Yəni biz bayaq dərsi mənimsəyib yazıb bir əziyyət çəkdik. Valideyn zəif olanda hər valideynə əlavə izahat verməkdə əlavə bir əziyyət çəkəcəksiniz. Amma ora meyar üzrə qiymətləndirərək sonda ölçülə bilən feillər. Valideyn nə bilir Bloom taksonomiyasında bu uşaq hansı səviyyədədir? Yəni buna görə dəqiq və spesifik şəkildə yazılmalıdır. Məsələn, dediyim kimi, oxuya bilir şəklində yox. Orfoqrafi, üzr istəyirəm, durğu işarələrinə uyğun şəkildə oxuyur. Yəni durğu işarələrini nəzərə alaraq oxuyur. Bu zaman artıq deməli vergül olanda dayanır, nöqtə olanda nəfəs alır və s. kimi gözləntiləri qarşılayır. Buna görə bu ekranda gördüyünüz təlim nəticələri müəllimlər tərəfindən edilən səhvlərdir. Məsələn, mən burada toxunmaq istəyirəm ona bir yerdə baxaq ki, biz misallarla PDF-də də qeyd eləmişəm ki, biz gündəlik planlaşdırma yazanda, gündəlik planlaşdırmanı zamanı uşaqlar, müəllimlər bu səhvi eləyəndə nə formada eləməliyik? Baxın müəllimlər, biz ümumiyyətlə dərsi planlaşdırarkən nələrə diqqət yetirməliyik? Buna baxaq birinci. Biz dərsi planlaşdırarkən dərsin məqsədini müəyyənləşdirməliyik. Yəni, bu dərs şagirdlərdə hansı bilik bacarıqlar formalaşdıracaq? Müəllimlər, dərsin məqsədi, dərsin təlim nəticəsi, alt standart eyni anlayış kimi düşünə bilərsiniz. Düzdür, onlar eyni anlayış deyil. Amma işləyən müəllimlər də, hətta MİQə hazırlaşanlar da artıq eyni anlayış kimi düşünə bilərsiniz bunu. Biz gündəlik qiymətlənmədən danışırıq deyə formativ qiymətləndirmənin üsullarını seçməliyik. Yəni, illik planlaşdırma olsa, təbii ki, burada diaqnostik və summativ qiymətlənməni də nəzərə almalıyıq. Formativ qiymətləndirmənin üsullarını seçmək. Necə yoxlayacam şagird hansı bilik bacarığa yiyələnir, hansı qiymətləndirmə üsulu vasitələrindən, fəaliyyətləri düzgün seçməliyik, yəni hansı iş üsulu, hansı iş formasından, differensiyanı təmin etmək. Bilirsiniz ki, bütün şagirdlər eyni səviyyədə olmur. Hər şagirdə özünə uyğun şəkildə yanaşmaq lazımdır. Mən dərsimi planlayanda da bunları, differensiyanı nəzərə almalıyam. Məsələn,
Bəzi uşaqlar var ki, disleksik problemi yaşayır. Bu uşaqlar, yəni bu problem nədir? Ağ fonda qara yazıları oxumaqda çətinlik çəkirlər. 90% kitablar da belədir. Ağ fonda qara yazıları yazmağa çətinlik çəkirən uşaqlar. Buna görə o uşaqlar üçün qara fonda ağ yazılar yazılmalıdır. Diqqət yetirmisinizsə, böyük auditoriyaya müraciət edən slaydlar göstəriləndə, təlimlərdə və s. tünd fonda ağ yazılar yazılır. Çünki o şəkildə problemi olan şagirdləri nəzərə almalıyıq. Hər kəsi diferensial yanaşıb nəzərə almalıyıq. Resursları müəyyənləşdirməliyik. Yəni sinifdə hansı əşyalar bizə lazımdır? Hansı əşyalardan istifadə edəcəyik? Bunu çətinlikləri qabaqcadan düşünmək. Bayaq dediyim kimi var proaktiv müəllim, var reaktiv müəllim. Proaktiv müəllim işini əvvəlcədən planlayır. Bu problemlə rastlaşa bilərəm deyə fikirləşib B planı da olur. Bu isə çətinliyini qabaqcadan düşünür. Bu çətinliklə qarşılaşanda hansı işləri görəcəyini müəyyənləşdirən müəllimlərdir. Deməli, bayaq qeyd elədiyimizdə bir daha toxunmaq istəyirəm ki, təlim nəticələrinin formalaşmasında hansı prinsiplərimiz var? Ölçülə bilən olmalıdır. Hərəkət bildirən feillər. Yəni burada da qeyd eləmişəm, baxın, bilir, öyrənir, eşidir, görür tipli sözlərin olduğu təlim nəticəsi yanlışdır. Şagird yönümlü olmalıdır, müəllim yönümlü olmalı deyil. Şagirdlər nə öyrənəcək və nəyə bacaracaq yanaşmasında olmalıyıq. Təlim nəticələri sadə, aydın yazılmalıdır. Qəliz şəkildə yazılması və yaxud da bir neçə fəaliyyəti əks etdirməsi dərsdə mümkün olmayan bir şeydir. Bunların hamısını biz reallaşdıra bilməyəcəyik axı. Say baxımından da bayaq dediyim kimi maksimum 1, 2, 3 təlim nəticəsi biz yaza bilərik. Sonra müəllimlər gündəlik dərsin planlaşdırması zamanı smart adverbiya planlama texnikasından istifadə etməliyik. Müasir bir yanaşmadır. Smart nədir? Mən bunu burada PDF şəklində yazmışam, amma o müdavimlərimə özəldir. Ona görə göstərmək istəmirəm. Şəkil formasında sağ olsun Kön xanım hazırlayıbdır. Biz şəkil formasında olana baxaq. Menecerimiz Kön xanım hazırlayıb. Deməli, təlim necə smart ola bilər? Smart planlama texnikası nədir? Baş hərflərinə görə belə adlanır. S spesifik olmalıdır. Yəni, təlim nəticəsi dəqiq müəyyənləşməlidir. Bayaq dediyim kimi, oxuya bilir şəklində yox. Durğu işarələrini nəzərə alaraq oxuyur. Spesifik olmalıdır. M ölçülə bilən. Ölçülə bilən, yəni qiymətləndirə bilək. Bayaq buna bir daha toxundum. Dedim ki, cümlənin sonu bilir, eşidir şəklində deyil. Məsələn, həll edir. Bilək ki, bu uşaq bunu həll edə bilir. Tətbiq edə bilir deməli. Ölçülə bilən olmalıdır. M hərfi bunu nəzərdə tutur. İngilis dilində spesifik, miserable, A hərfini tələffüz edə bilmirəm, A hərfini yazın o ingilis dilindəki sözünü. Realistik, T isə time, yəni ingilis dilindəki hərflərə görə smart adlanır. A hərfi deyir ki, elə bir təlim nəticəsi yazaq ki, bu təlim nəticəsi nə asan olmasın, nə də çətin olmasın. Gəlin belə bir şey düşünək də. Biz elə bir təlim nəticəsi yazırıq ki, uşaqlar bunu tez əldə edirlər və bu bacarığı yələnirlər. Və yaxud da siz test işləyirsiniz, hər dəfə səhvsiz çıxır. Sizin burada bir inkişafınızdan söhbət gedə bilərmi? Təbii ki, gedə bilməz. Və yaxud da çətin tapşırıqlar veririk, işləmək mümkün olmur. Siz avtomatik qapalı düşüncə tərzinə keçərsiniz, yəni uzaqlaşarsınız həmin mövzudan. Buna görə biz elə bir təlim nəticəsi yazmalıyıq ki, uşaqlar çalışaraq əldə edə bilsinlər. İnkişaf da bu zaman olur müəllimlər. Ona görə Smart'ın ası bizə deyir ki, elə bir təlim nəticəsi yazmalıyıq ki, nə asan olmasın, nə çətin. Reallaşdırıla bilən olsun. Real imkanlar nəzərə alınmalıdır. Yəni, biz təlim nəticəsini ağlabatan bir şəkildə yazmalıyıq. Məsələn, tutaq ki, elə bir məktəbdə işləyən müəllimlərimiz var ki, onların əziyyəti düzdür, hər müəllimin əziyyəti çoxdur, amma müəllimlər biraz mənə görə daha çox əziyyət çəkirlər. Dağ məktəblərində, məktəbdə elektrik sistemi yoxdur və s. Təlim nəticəsini müəllim elə yazır ki, ağıllı lövhədən istifadə edərək belə edir və yaxud da proyektorda bunu göstərir, proyektorda əks olunmuş görüntüdə və s. Bu real bir şey deyil, bu yazılmamalıdır. Yəni, bu sadəcə yazılmaq üçün yazılmış bir təlim nəticəsidir. Və time, vaxtın nəzərə alınması, müəllim vaxtı nəzərə almalıdır ki, şagirdlərimdə mən bu təlim nəticəsini 45 dəqiqə reallaşdırmalıyam. Bayaq toxunmaq istədiyim məsələ də bununla bağlı idi müəllimlər. Yəni, biz bir dərsi 45 dəqiqə şəklində düşünməməliyik. Əgər o 45 dəqiqədə yazdığım təlim nəticəsi reallaşmazsa,
Bir dərs 2 və yaxud da 3-45 dəqiqədə davam eləyə bilər. Eyni zamanda ola bilər ki, müəllimlər 7 aya da dərs deyirsiniz, 7B-yə də. Onların planlaşdırması eyni də ola bilər, fərqli də ola bilər. Yəni ola bilər ki, sinfin səviyyəsi eyni deyil, sinflər arasında səviyyə fərqi var. Buna görə hər sinfin ayrı planlaşdırması olmalıdır. O sinifdə görəcəyin işlər fərqli ola bilər. Bunlar gözlənilən hallardır. Mütləq elə 7 ya da 7B-yə də eyni mövzunu eyni formada keçməlisiniz deyə bir şey yoxdur. Sonra biz nədən danışırıq müəllimlər? Biz gündəlik planlaşdırmadan danışırıq. Gündəlik planlaşdırmada 3 nöqtəyə toxunmalıydıq. Bunlardan biri təlim nəticəsidir. Təlim nəticəsini bu dərsdə öyrəndik. Digər dərslərdə adı çəkilsə də izahı yoxdur. Yəni buradan öyrəndik, odur təlim nəticəsi. Buna görə təlim nəticəsi haqqında biraz çox danışdıq. Sonra gəlir nə? Qiymətləndirmə və öyrənmə fəaliyyətləri. Qiymətlənmənin özünü növbəti bölmədə 4 dərsə keçəcəyik, 4-5 dərsə əhatə eləyir. Öyrənmə fəaliyyəti isə bu bölmədə nə keçəcəksə öyrənmə fəaliyyətinə aiddir. Təlim formaları, təlim üsulları, təlim metodları, diferensial yanaşma, öyrənmə mühiti, sual cavab, əməkdaşlıq, refleksiya, şagirdlərin cəlb olunması və s. Amma bu dərsdə də onlar haqqında ümumi məlumatımız olmalıdır ki, biz gündəlik planlaşdırmada təlim nəticəsini bildik, necə yazmalıyıq, onun haqqında artıq məlumatımız var. Videonun dəqiqəsinin çox olma səbəbi budur. Bunun haqqında artıq məlumatımız var. İndi baxaq görək qiymətləndirmə. Qiymətləndirmə haqqında ümumi məlumat. Qiymətləndirmə dedik ki, bizim əlimizdə dəlildir, sübutdur ki, biz qiymətləndirməni necə aparmalıyıq? Şagird bu nəticəyə gəlib çatıbdır. Buna görə qiymətləndirmə bizim əlimizdə dəlildir, sübutdur. Müəllimlər, sadəcə qiymətləndirmənin özündə prinsipləri kimi yanaşa bilərsiniz ki, qiymətləndirmədə də ədalətli, obyektiv, uyğunluq, şəffaf, spesifik və s. şəklində olmalıdır. İndi onlara toxunmaq istəyirəm ki, bayaq hansısa misalda deyəsəm burada dedim, uyğunluq prinsipi bizdən nəyi deyir? Bizə deyir ki, müəllim şagirdlərə nə keçirsə, onu da qiymətləndirsin. Yəni, müəllim şagirdlərə bugün Xürrəmlər hərəkatını keçibsə, durub müəllim şagirdlərə Bizans imperiyasına baş verən nə isə qiymətləndirməsin və yaxud da müəllim şagirdlərə ikinci növ söz birləşmələri keçibsə, müəllim şagirdlərə bunu qiymətlənməlidir. Əvəzliyin mənaca növlərini deyil. Müəllim şagirdlərə indiki davam edici zaman forması keçibsə, müəllim şagirdlərə indiki bitmiş zamanı qiymətləndirməli deyil. Müəllim nə keçibsə, onu da qiymətləndirməlidir. Məsələn, əgər, bax, burada da misal vermişəm, əgər məqsəd şagirdlərin cümlədə mübtəda və xəbəri müəyyən etməsidirsə, qiymətlənmə də şagirdə mübtəda və xəbəri düzgün seçməsinə görə aparmalıdır. Durğu işarələrinə görə deyil. Yəni, müəllim şagirdlərə deyir ki, uşaqlar, gedin 2 fevral Gənclər Günündən bağlı esse yazın. Burada sizin gənclərlə bağlı fikirləriniz əks olunsun, gənclərə aid hekayələr də yaza bilərsiniz. Atalar sözləri, məsəl misallar yaza bilərsiniz. Yəni, gördüyümüz kimi bu essedə müəllim məzmunu qiymətləndirəcək, düzdürmü? Müəllim meyarı şagirdlərə bildirməlidir ki, mən essenin məzmununu qiymətləndirəcəm. Uşaq gedib dərin məzmunu bir esse yazır, gətirir. Müəllim gəldirir esseni açır, deyir ki, bu söz səhv yazıbsan, durğu işarəsini səhv qoysan. Müəllim, axı sən durğu işarəsi və orfoqrafiya qaydalarını qiymətləndirəcəyini deməmisən. Buna görə şagirdi qiymətini buna əsasən verməli deyilsən. Yəni, bu o demək deyil, şagirdin elədiyi səhvə göz yummalıyıq. Xeyr, buna istiqamət verməliyik. Amma və lakin biz buna istiqamət verməklə bərabər ona görə qiymətləndirməməliyik. Essenin məzmununa görə qiymətləndirməliyik. Bu, uyğunluq prinsipində öz əksini tapır. Aydın və spesifik olması, məsələn, bayaq mən dediyim elə oxuya bilir misalı da elə bura aiddir. Yəni, aydın və spesifik olmalıdır. Mövzunu anlayır. Nə şəkildə anlayır? Bax, sual yaranır. Belə bir təlim nəticəsinin belə bir qiymətləndirmə meyarı mı olar? Qiymətləndirmə meyarı belə olmaz. Qiymətləndirmə meyarı nədir? Yəni, meyar sizin şagirdi nəyə əsasən qiymətləndirəcəyinizdir. Yəni, mənim məşhur bir misalım var qiymətləndirmə meyarından bağlı. Deyirəm ki, yaxşı restoran deyəndə nəyə nəzərdə tutursunuz? Kiməsə görə vizual görüntüsü, kiməsə görə yeməklərin dadı, kiməsə görə qulluq sistemi, kiməsə görə təmizliyi, kiməsə görə qiymətləri. Yəni, hərəyə görə yaxşı restoran anlayışı bir başqa meyara görədir. Mən tutaq ki, oradakı yeməyin dadına görə qiymətləndirirəm, sən vizual görünüşünə görə. Bu bizim meyarlarımızdır, qiymətləndirmə meyarlarımızdır. Bu meyarlarda əvvəlcədən şagirdlərə bildirmək lazımdır və bu meyarlar aydın və spesifik olmalıdır, uyğun olmalıdır və uyğunluq prinsipində dedik. Yəni, mövzunu anlayır. Bu aydın deyil axı, aydın şəkildə başa düşmədim axı, mövzunu anlayır, nə şəkildə anlayır? Spesifik deyil axı, xüsusi olaraq nəsə qeyd olunmur. Bunun əvəzinə nə yaza bilərik? Mövzunu anlayır və ya bax, məsələni həll edə bilir. Necə həll edir? Bu mənə göstərmir. Qeyri-müəyyən şəkildə yazıb, gördükmü?
Bunun əvəzinə necə yaza bilərik? Mövzunun əsas ideyasını müəyyənləşdirir və izah edir. Mövzunun əvəzinə bax bunu yazmalıyıq müəllimlər. Gündəliyə də o qismən mənimsəyib, nə bilim, nə edib, bunu yox, bax bunu yazmalıyıq. Yəni meyarı yazmalıyıq biz gündəliyə də. Və yaxud da burada var idi, məsələni həll edir. Yəni bu qeyri-müəyyən bir şeydir. Məsələni həll edir. Necə həll edir? Verilmiş məsələnin həllini düzgün mərhələlərlə təqdim edir. Bax, ay sağ ol. Aydın, spesifik bunlardır müəllimlər. Daha sonra ölçülə bilən olmalıdır. Ölçülə biləni bayaqdan bir neçə dəfə dedik. Yəni Bloom taksonomiyasının feillərindən istifadə olunmalıdır. Bilir, görür, eşidir kimi feillərdən istifadə olunmamalıdır. Effektiv qiymətləndirmə prosesinin təmin edilməsi. Yəni müəllimlər, biz şagirdləri qiymətləndirərkən sözlə də qiymətləndirə bilərik. Konstruktiv rəy verərək. Konstruktiv rəy nədir? Yəni emosiyalara yönəlik olmalı deyil. Afərin, sən ağıllı qızsan şəklində deyil. Afərin, düzgün strategiyadan istifadə etdin. Keçmişə yönəlik olmalı deyil. Bunu səhv yazmışsan, bunu belə yazmışsan. Gələcəyə yönəlik olmalıdır. Bunu səhv yazsan da filan tapşırığa baxaraq yenidən həll et. Yəni gələcəyə yönəlik olmalıdır. O zaman bizim qiymətləndirmə meyarımız effektiv ola bilər. Konstruktiv rəy olduğu zaman. Və bayaq dediyim kimi qiymətləndirmə meyarını şagirdə paylaşmalıyam. Şagird bilməlidir ki, mən onu nəyə əsasən qiymətləndirəcəm. Uşaqlar, Abdullah Şaiqin bu şeirini əzbərləyirsiniz. Bu şeirdə əsas intonasiyaya diqqət yetirəcəm. Uşaq şeir əzbəri fikirləri tez-tez deyir, keçir. Mən buna əsasən qiymətləndirəcəyimi, yəni nəyə əsasən şagirdi qiymətləndirəcəyimi mütləq şəkildə şagirdlərlə paylaşmalıyam. Deməli, biz nədən danışırıq? Biz təlim nəticəsini, üzr istəyirəm, gündəlik planlaşmadan danışırıq. 3 əsas məqam var idi. Təlim nəticəsi, qiymətləndirmə və öyrənmə fəaliyyətləri. Əsas olan təlim nəticəsi idi. Müəllimin sinifdə şagirdlərə dediyi hər cümlə təlim nəticəsinə xidmət eləməlidir. Həmişə deyirəm ki, müəllim sinifdə boynu belə fırlayırsa, bu da təlim nəticəsinə xidmət eləməlidir. Daha sonra qiymətləndirməni müəyyənləşdiririk. Qiymətləndirmə də təlim nəticəsinə uyğun olmalıdır. Və ən son öyrənmə fəaliyyəti. Biz bundan sonra keçəcəyimiz bütün dərslərdə öyrənmə fəaliyyətindən danışacağıq. Amma burada da ümumi məlumat öyrənək ki, öyrənmə fəaliyyəti nədir? Öyrənmə fəaliyyəti müəllimin sinifdə şagirdlərlə bir yerdə o təlim nəticəsi ki var, ona çatmaq üçün gördüyü işlərdir. Bütün işlər. Müəllim sinifdə ola bilər ki, sorğu-sual vasitəsilə, qiymətləndirmə üsul vasitəsidir. Bundan da istifadə edə bilər müəllim. Sorğu-sualla şagirdi qiymətləndirə bilər. Bundan istifadə edəcək. Müəllim sinifdə bu verəcəyi sualı da əvvəlcədən planlaşdırmalıdır. Mütləq şəkildə. Planlaşdırılmış dərs uğurlu bir dərsdir müəllimlər. Təlim fəaliyyətləri, sinifdə görüləcək bütün işləri, yəni biz təlim fəaliyyəti dedikdən nə nəzərdə tuturuq? Sinifdə gördüyümüz bütün işlər ona xidmət etməlidir. Buna görə biz bu şəkildə təkrar baxacaq olsamız nə idi? Əvvəlcədən təlim nəticəsini müəyyənləşdirdim. Buna uyğun hansı qiymətləndirmə üsul vasitələrindən və buna uyğun olaraq mən sinifdə hansı öyrənmə fəaliyyətlərindən istifadə edəcəyimi müəyyənləşdirdim. Unutmayaq ki, tədbirli olan, planlı olan peşman olmaz. Bugünkü dərsimizin izahı bu qədər. Amma istərdim ki, mən sizə dərslərimizdən birində mən müdavimlərim üçün yazdığım PDF-lərdə təlim nəticəsini göstərdiyimə aid bir misal göstərəm. Məsələn, gördüyünüz kimi burada Karol Dweck nəzəriyyəsinin PDF-idir. Baxın, Karol Dweck nəzəriyyəsi və sonra bura təlim nəticələri yazılıb. Gördünüzmü? Bax, bu təlim nəticələri, yəni bu müdavimlərə göstərir ki, bu dərsin sonunda siz bu bacarıqlara yiyələnəcəksiniz. Deməli, təlim nəticəsini əvvəlcədən şagirdlərə bildirmək heç də absurd bir addım hesab olunmur. Plan qurmaq məqsədimin xəritəsi olur. Diqqətiniz üçün minnətdaram.